neçədir? 1000 kilometrdir yoxsa 89 kilometrdir? 89 kilometr, hə? Sürülüb. Sürüş 89 kilometr. 89 kilometrdə işlədibdi. Elə o da deyəsən 2 dəfə bazara gətirib odur. Hə, elə odur. Hansı rayondan gətirmisiniz? Tərtərdən gətirdim. Tərtərdən gəlibdi. Hə. Belə bir Muravi idi. Məlumat verin, izləyicilər də bilsin ki, nədir bu? İşlənməmiş, yəni təzə maşındır, salafandan yəni işlətməmişəm. Hə. Motoru nədir bunların? Motor 250 kubdur. 2.5-dir. 0.2.5. Yəni izləyicilərim çox elə bilər ki, 2.5-dir, 0.2.5. 0.2.5-dir. Bütün hər bir şeydə yəni işləyir. Kabel 89.000. Hə. Normal kənd təsərrüfatından ötürü, nə bilim. Nə qədər yanacaq yandırır? Yəqin ki, hələ 100 getməyib də, 100 kilometr getməyib. Elə amma hardasa bir 3 ailə gəlir, 3 yandırar, ya az yandırar, nə bilim. 2 dənə Porsche-dir. Bir Porsche-dir burdadır. Bir Porsche-dir. Hə. 6 səsidir belə. Nədir? Resordur, əlavə purjundur. Kardanlandı da. Hə. Bax bu da çək oranı razlatqadır, bax bu. Arxanı birləşdirir, güc verir, razlatqa. Yəni təkərlərin ikisini birləşdirir, eyni vaxtda qoşalaşdırır. Qoşalaşdırır. Soyutma sistemi də var, hətta radiator. Ha, bu da budur. Burada radiator görürəm. Yox, bu benzin bakıdır, radiator oradadır. Hə. Bu benzinidir. Soyutma sistemidir. Nə ilə soyur? Yağla mı, su ilə mı? Yox, su ilə. Su soyutma antifriz tökmüşəm, su ilə soyur. Maşın kimi də. Bildim, hə. Burada arxa təkərində ölçüsü göstərək də ölçüsü belədir. 12-lik təkərdir. Təkərləri filan tapılır mı yoxsa? Hə, çoxdur. Təkər partladısa qalıb belə. Yox, zapças doludur. Zapas təkəri var onun. Ehtiyat təkəri. Differ də var hətta bunun, kardanlandır. Hə. Qiymət sonu 5. Bu da akkumulatoru. Çin istehsalıdır. Altın əsas göstərirəm sizə ki, hə, ruşnoy var, hamısı işləyir, yəni xodlanma startyorlandır mı? Hə, qoysan xodduyum. Ruşnoy da var. Hə. Xodduyum var, hə? Xodduyum. Mən də kuzasını da göstərək. Kuzası hər tərəfə açılır. Mən də bu arxaya da açılır, yanlara da. Kirirəm sənə. Yeşik yırdırıb. Üst hissəsi, üstünün çadırı. Hə. Getdi, əmoğlu getdi xodlamağa. Biz də baxaq görək necə xodlayır. Xodlanın səs dəhiylə daha yüksək səsi yox. Normal səs. Normal. Radiosu, maqnitofonu, yəni hər bir şey var. Müasir sistemlə işləyir. Hə, müasir sistemlərdir. Kart fləşka. Radiosundan. Arxaya göstərən 2 dənə güzgü, orta güzgü. Hə. Injektordur bu, yoxsa elə... Bu da radiosudur. Siqnal da var hətta, hə? Hə, siqnal da budur. Hər bir şey var. Ventilatoru var, soyutma əlavə, radiatordan əlavə özün istədiyin vaxt qoşursan soyudur. O tək motordan ötərədim, yoxsa özün insan da soyudur mu, yəni içərisində oturanı? Yox, soyuda bilər. Konser kimi yəni deyirəm. Konser kimi. Hə. Dörünə qapı yığdırsan, hə. Flash kart da salsan, maqnitofondur, həm də radiodur. Nə var? Muraviyemiz də ki, Tərtər rayonundadır. Aha, oxuyur, radioda oxuyur. Qəşəng. Hə, Tərtər. Bu vəziyyətdə olan bir Muraviy. Qiyməti də ki deyirsiniz? Qiyməti də elə aldığım qiymətə, sonu 5000. 5000-ə deyirsiniz. Yoxsa ta qutardı? Yox, sonu 5000. Tərtərə gəlsinlər. Tərtərdə, yəni bazardayam, bu vaxt canlı deyil də bizimki, yəni onun üçün deyirəm. Hə, Tərtərə gəlsinlər. Allah bazarınızı versin. Sağ ol, Allah köməyin olsun. Siz də sağ olun. Hə, çox sağ ol, var ol. İli də ki 2023. 2020. Bu sənət məsələsini heç demədik, onu da deyək. Sənət məsələsi elə bir tranzitdir də, məndə zat sənətidir, mağazin verdiyi sənətdir. Kim istəsə, yəni bunu aformut eləmək lazımdır, yoxsa ehtiyac yoxdur? Yox, bu kim istəsə nömrə almaq, aformut eləmək, bunu verir qayıya, elə bil. Belə deyim, vacibdir buna nömrə almaq.
Yoxsa belə işlətsən heç də deməzlər. Kənd yerlərində zətdə nə bilim indi Mühərrik 2.5-dir. Deyirəm bəlkə ona görə heç nə demirlər. işlədilər, Maraqlanmısınız? heç nə demirlər. İntihası yəni qanunu eləsən olar da, qanun lap yaxşı. Bunda da motor nömrəsi, ban nömrəsi belə şeylər var yoxsa yoxdur? Vallahi, 1K görürəm, çünki orada 1K-sı var Ola maşının. bilər, onu Qoy 1K-sını göstərim. Biraz uzun oldu videomuz, amma Onu- yenə də. təzə almışam, onu bilmirəm. O yəni Baxın, ola burada bilər. VIN-kod da var. VIN-kod da var, 1K da var, hər şey var. Nəsə burada yazılıbdı burada. götürdüyü tonnajı Tonnajdır, yazıblar. kubudur, nədirsə bax elə. Kubudur. Yəni yazıblar. Belə Baxmaq gözəl istəyən gəlib gözəl təhətdə özü şeydir. rahat Bu da baxa bilər. bu elə bir akkumulyator zəifləyəndə, eləyəndə bunu yendirirsən, onda Aha. döndərirsən, ayağından xodduyursan. Ha, Belə. belə də xoddama, mexanik xoddama. Sonra mexanik xoddamaqda o da eləyir. Allah O bazarınızı versin qardaş. Ha. Sağ ol. Çox sağ ol, var ol, Allah köməyin olsun. Hə. Qardaş, Allah bazar versin. Allah razı olsun abi. Sizdə də Toyota Prius. Bəli, bəli. Buyurun məlumat verin bilək necə maşındır? Super maşındır ki, benzin içmək ümumiyyətlə yoxdur benzin içmək. 4 yarımdan Bakıya getmişəm. 2006-dır, 2007 VIN koddur. Hər şey normal vəziyyətdə. Yağ yemək söhbəti ümumiyyətlə yoxdur. Yəni yağ yemək yoxdur. Priuslarda o Nə vaxtdan xəstəlik deyil. sizdədir maşın? Artıq 3 ay olar, 4 ay olar məndə. Etibarnamə ilə işlədirsiniz? Bəli, Yoxsa bəli. oformda olunur? Bəli, bəli, etibarnamə ilə. Sənədlər qaydasındadırmı? Hər şey qaydasında. Yəni problem yaranmayacaq. Xeyr, gələn ay dekabrına kimi vaxtım var. Lap yaxşı. Yəni hər şey qaydasındadır, sənəd problemi yoxdur. Alandan sonra xərc çəkdiniz? Alandan sonra xərc belə də xırdapara nə deyim, var stopuna flyonkadır, belə xırdapara şeylər. Yəni yağdır, ən bahalı yağ 80 manatlığını tökürəm ki, o yağ yeməz. Ümumiyyətlə yağ yemək söhbəti Priuslarda xəstəlikdir, amma bunda yoxdur. Yəni 330 bir kap belə yemir. deyəsən 330 min, bəli, bəli, 330 Minlə min. də, yəni Bəli, bəli. izləyicilər bilir yəqin ki. Bəli, bəli. Amerikankalar elə göstərir. Bəli, 330. Mühərrik yəqin ki, deyirsiniz yığılıb da, yoxsa? Hər şey Sizdən əvvəlmi, qaydasındadır. yoxsa siz elədiniz mühərrikin yığılması? Yox, hamısını mən elədim. Hə, yağ azaltma var idi? Yağ azaltma yox idi. Yağın mümbisi necədir? Ya öz yağını tökəndə orijinal öz yağın 40 manatlığı da 40 manatlığını tökəndə bəli yeyir. Amma 80 manatlıq tökəndə qat olur, orijinal olur deyəndə yağ yemir. Ümumiyyətcə yemir. Yəni maşına kaplı yağ yemə söhbət yox. Mühərrik yaxşı. Elektrik mühərriki necədir? Orada yoxdur problem. Yox, heç hər şey qaydasında. Batareyaları Hər şey normal. dəyişmədiniz heç batareya? Yox, təmizlətdirmişəm. O sədə şok verirsən, təmizlətdirsən, yığırsan yerinə normal qaydada işləyir. Qəşəng. Maşınımızın korobkasında gecikmə filan nəsə olur? Heç bir şey, xeyr, heç bir şey yoxdur. Peredokun səsi küyü necə? Heç. Peredokda yaxşı. Xeyr, xeyr. Yəni nə gələr baxar, nə problem olar, qarşılayarıq problem. Bunların əsas tormuz sistemində problem olur. Bir dənə yüngül ABS-ində problem var. Ondakı aşıbqa verir. Yəni ki, tormoz basıb buraxandan sonra düzəlir, hə? bəli, işləyir. Elə ki, o qut-qut deyirlər də, o elə bir şey var, səs var yəni. Təkərlər yaxşı da, təkərlər yaxşı. Hamısı normal vəziyyətdə. Disklər yaxşı. Bəli. Altında yoxdur, alt alçaq tarafı dəyib zədələnə. Xeyr. Ümumiyyətlə maşın taksi sürülməyib yəni. Dəyişən maşını nəsə var. varmı? Qapı, kiril kapot. Bir dənə kapotdur. Kapot dəyişilibdi. O da vurğan Zavod mı yoxsa nə kapotu. olubdu? Yox. Elə ki, boğqaykin olan şeylər, tablarımız. Açılıb yəni buradan bir başqa kapot Qoyulubdu. Bəli. Aha. Başqa Kraskadakı problem tam kraskalanmış olar da. Bəli. Yoxdur ki, indi kosmetik işi yoxdur elə bilirəm. Kosmetik şey yox. İndi kraskada biraz kraskası qatı vurulub. Onun indi bəlkə ürəyi xoşuna gəlməz. Aynalar yaxşı. Hər şey bəli. Şitdə yoxdur, qırıq-çat yoxdur ki. Xeyr. Şitində. Oturacaqlar görsənmir. Parça salon. Hamısı bəli, parça salonunda Parça salon. prosta Bizdə də yoxdur. Üzük çəkdirmişəm üstündə. Batmasın, bulanmasın deyənə də. Orijinalda yəni deyirimizə də yoxdur ki. Xeyr. Aha. Maşınımız aynaların dördü də düymə. Bəli. Kondisioner yaxşı işləyir. Bəli, 100%. Kondisionerdə buz kimi vurur, sərin vurur. Qiymətini deyin də bizə. Qiymət də 10800 deyirik. Şimdi real alıcı olsa razılaşma olur. Bütöv 10 minə istəyən olsa vermək olar. 10 minə istəyən olsa nəsə eləmək olar. Əsas odur sizlə əlaqə saxlasınlar. Hə, bəli. Hansı rayondasınız? Göyçay. Uğurlar arzu edirəm. Allah qardaş. razı olsun. Siz də sağ olun. Sağ olun. Qardaş Allah xeyir versin. Çox sağ olun. Sizdə də Toyota Prius. Bəli. Buyurun məlumat verin bilək necə maşındır? İli 2008-dir, 9 vindir. Zavod maşındır. Dəyişən detallar yoxdur. Sırf zavoddur maşın. Koduna Motordur. baxdınız, VIN koduna baxmısan? Bəli, hər bir şey. Zədə nə göstərir? Xeyr, təmiz gəlib. Amerikada heç bir zədə Yox, sormuyor. xeyr. Yoxada da bilərsiniz. Ha, nə gözəl. Nə qədər vaxt işlədirsən? 2 ildir məndədir. Xərclərin olubdumu alandan sonra? Mən özüm tavarını vidinə, diski, təkər belə. Salam qardaş.
Maşınımız da 400 mindən azalıb, 390 Hə də sürmüşük. mildir. Taksiyə sürmüsünüz? Xeyr, xeyr özüm üçün. Aha, qəşəng. Maşınımızın mühərriki necədir? İdealdır. Maşın ürəyin hardasır orada da yoxlada bilər. Yağ Alaşır. azaltması çoxdur. Konkret yoxdur. Bunlar adətən yağ Yo, azaltır. motoruna 1500 manat pul qoymuşam. Qəşəng, yığılıb motoru. Bəli, sıfırdan. Elektrik motoru necə? Problemi yoxdur ki? Heç bir şey. Akkumulyatorlardan dəyişiklik oldu. Hamısı təzə yeni dəyişmişəm baterekasını. Hamısı. Korobkada vəziyyət necə? İdeal vəziyyətdədir. Öndə, peredokda Heç bir şey, heç bir şey. səsi küyü yoxdur Heç ki? nə, heç nə. Ürəyi hardasır yoxlada bilərsiniz maşını. Altın təkərlər yaxşıdır, Dörd təkərlər də yaxşıdır, təzədir. disklər dəyişilibdir. Eynidirmi ölçülər yoxsa fərqlidir? Bəli, 4-də komplekt. Orijinaldan eyni ölçüdədirlər. Altında vəziyyət necə? Əla. Harasa dəyibsə dələnir Yox, belə? yox. Yoxdur. Dəyişilənlərin də deyin də. Heç nə, zavoddur maşın. Kraska vurulub amma. Uzbor rəhləmdə amma zavoddur. Qəşəng. Aynalar təmizdir. Bəli. Ön aynasında bir balaca çıxış dağı var. Çox Baxın. zəifdir. Görsənə görə bilmirsən, Yox, mən yox, görürəm. yoxdur, Deba beşər. burada. Bekara şeydir. Şit təmizdirmi? Bəli. Şit Salondur, təmiz. şitdir. Oturacaqlardakı dəri salondur, Bəli. full salon gedir Bəli. maşınımız. 7 düymədir, J1-dir. Aha. Kondisioner necə işləyir? Bəli, buz kimi. Qiyməti neçə? 12900 manat. 12900-ə deyirsiniz. Bəli, real 12000-ə verməyəsiniz. Xeyr. Amma endirim eləyəsiniz. Olar. Görmək istəyən hara gəlsin? Bərdə. Uğurlar arzu eləyirəm. Çox sağ ol, Allah Sizə sağ razı olun, olsun. qardaş. Yeddi düymə. J1-dir də. Adı Allah. Sən nə çıxmıyorsun? Nə yaxşı maşın aldın? Yaxşı maşın Allah. Qaldır görüb bu alt hissəsi. Allah xeyir versin qardaş. Sağ ol qardaş. 011 011-dir, bəli qardaş. Buyurun, məlumat verin. 85-dir. Motor, most, karovka hamısı ideal vəziyyətdədir. Heç bir problem yoxdur. nə vaxtdan sizdədir? Onlar bizdə harasa 3 aydır bizdədir. 3 aydır bizdədir. Yəni maşın çox qəşəng stoykalı maşındır. Yəqin ki, etibarnamə iləndir, eləmi? Etibarnamə ilə, bəli. Sənədləri qaydasındadır. Hamısı qaydasındadır qardaş. Sənədlər 1 illik sənədləri var hamısının. Qəşəng. Mostunda səs yox, motorda Alandan yağ sonra siz azaltma nəsə yox. xərc çəkdiniz? Elə bir kosmetik, elə bir biraz gəlişdirmişik, yəni kosmetikasını azad eləmişik. Yəni əl gəzdirmisiniz. Hə, əl gəzdirmişik də biraz. Aha, mühərriki deyirsiniz. Mühərrik qəşəngdir. 01-dir. 01 ləndir, motor 01 ləndir. Yəni Yağ azaltması, Niva valından səsi. heç bir problem yoxdur qardaş. Niva valı ilə. Niva Sizdən valı əvvəl ilə. yəni yığılıb, hə? Yoxsa siz Hə, yığdınız? Niva valından yığılıbdır. Öz tanışımızdan almışıq, yəni Hə, qıraq tanıdığınız adamdan adam. almamışıq. Lap yaxşı. Tanıdığımız Motorda adamdan. problem yox. Yox. motorda Karovka. problem. Karovka 4-dür, atması yoxdur qardaş. Səsi Yəni səssiz də ad heç bir yoxdur, şey hə. yoxdur. Mostu qəşəngdir, Mostda səs yoxdur ki? Yox, şkapli də səs yoxdur. Altı necədir polo? Altı da ürəyin istəyən. Yəni bir Yəqin dənə dəyişilərdən sürücü zadı pol. yox. Yəni oradan bundan olub işlənib, düzəlib də yəni. Hə, amma qardaş. öz poludur. Öz poludur ancaq. Danqrat yerləri yəqin Ha, salamat. salamatdır danqrat yerləri. Peredokun səsi küyü necə? Yox, səs zat heç bir səs yox. Çox rahat Təkərlərdəki maşındır. Yaxşıdır təkərlərdə. Hə, təkərlər normaldır da belə. Yəni işlətmək deyim ki, olar, yəni pis deyil, super yox. belə yarı surok kimidir də təkərlərdə qardaş, yaxşıdır. Detallardan hansılar dəyişdi, hansılar qaldı? Detallardan indi 011-də də qardaş, İldə 85. 85-in 011-dən dəyişənin tası bakabinlər özünün bakabinləridir, yəni zavod bakabinləridir. Konkret bilinmir ki, Konkret, hansılar stəkan dəyişir. yerləri, hə. Yox, dəyişmək deyəndə yəni o bir iki detalında dəyişmə var. Elə çox yəni detalında dəyişmə yox. Normaldır da, Normal dəyişimlər. stəkan yerləri ilə. Gül kimi, yəni tərtəmiz, Kosmetik şey elə biləm yoxdur. Yox, kosmetika şip bir dəqiqə buna. Elə mənə cəlb eləyən bunun görünüşü Hə, oldu. yəni görünüş çox Onun üçün gözəldir, çox yaxınlaşmışam. qəşəngdir, yəni rahatçılıq çox qəşəngdir. Ön aynası amma yaxşı deyil. Həm çatı var, həm də ki Ayna çıtdaqları var. dəyişərdən yəni 30 manatda ayna dəyişmək olar, yəni o problem deyil. O ayna Şitin üstündə zədə yoxdur. yox, yox. Elə biləm bir yerində var. Elə xırda, yəni xırda, yəni belə yaxşıdır da. Öz şitidir. Yəni 011 şitidir. Hə, 011-in öz zavod şitidir. Oturacaqlar da elə biləm yaxşıdır. Oturacaqlar da yaxşıdır, yəni da olub. Mən açıq yerindən biraz baxdım, elə biləm pis koja deyil. salon zadıdır. Aha. Özünün kojası. Arxası. Hə, kürək arxası hissəsi kojadır. Hə, kojası Zavodskoy gələn elə 011-lərdə gələn kojası. Pultu, Sistemlər. nə bilim aynaların düymə ilə Yox, qalxması. onlar yoxdur. Sadə Onlar- sistemdədir. Hə, sadə öz sistemindədir, sadə. Sadə forma. Mindfonu orijinal mindfondur, yəni. Qiymətin deyin də bizə. Qiymət sonlu deyim, nana 3500.
Daha o 3400-ə narahat eləməsinlər. Yoxsa danışmağa yer Yəni qoyaq. danış gəlsin onu da. Yəni hardasa danışıb. Hara gəlsinlər, hansı rayonda? Görün buyurun. Uğurlar arzu eləyirəm qardaşım. Sağ ol, çox Siz sağ də olun. sağ Sağ olun. olun qardaş. Çox sağ olun. Qardaş 07 maşın satırsınız. Allah bazarınızı versin. Buyurun Ötürüm. məlumat verin görək necə maşındır maşınınız. İl 2008. Hə. Çoxdanmı işlədirsiniz? Hə. Alandan sonra xərcləriniz nə olub? Onları deyin də bizə. Sənədi nədir? Etibarnamə yoxsa form olunub? 1 illik verirəm qardaş. 1 illik daveriniz verirəm. Alandan sonra xərc çəkdiniz maşınınıza? Həm təkər, məkər zat belə bir şeylər. Yağın dəyişmişik. Mühərrik 06-dır. Hədən 06-07 deyirsin, nə deyirsin ondan? Hə, 07-lərdən adətən 06 olur. Yaxşıdır motorun vəziyyəti. Əla, super. Yağ azaltma, səs. Yox, qramdır. Yoxdur heç nə. Karabkası necədir? Karovka 5, əla. Atması zadı, heç zadı yoxdur. Difir saat kimi. Səsi yoxdur. Heç bir səsi yoxdur. Polda zədə yoxdur, altında. Çiçək kimi. Danqırat yerləri salamat. Əla. Peredokun səsi küy necə? Periodda heç bir şey yoxdur. O da yaxşıdır. 4 dənə altında təzə təkər, diskilər təzə, Təkərlər yaxşıdır. oltundan belə təzədir. Bax dənə bax göz qabağı. O biz görürük də indi izləyicilər də bilsinlər. Dəyişənləri də deyin də bizə. Dəyişilən bir dənə sak kiri. Aha. Digərləri hamısı özünün zavoddan. Qalan özünün kraska vurulub da. kraska yəqin ki. dəyib də zaten dəyər 2008-dən bura. Aha, ön krelində də zədəsi var, Bir kosmetik. dənə işlər. orada bir kosmetika çəkilir. Aha. Yəni bir dənə kraska ehtiyacı o da 50 manatdır. Xərci lap düzəltdirib verir. Aynalar təmizdirmi? Yoxdur ki, Aynalar qırğı hamısı çatı. pultdur. Qabaqlar, önlər pultdur. Pultla qalxır, zədəsi də Avtomatik, yoxdur. Pultu basanda öz avtomatiki bağlayır. Önləri ancaq. Şüşələr özləri bağlayır. Aha, gözəl. Bagaj pult. Şitin üstündə ama şu yerində çat görürəm. Şu Hə. yerində çat var. Oturacaqlar necədir? Əla. Cırıq Öz sökük, öz çöküntü. öz zavodskoy sideniyalardır. Üzünə şey çəkilir. Aha, çol çəkilibdir. Çıxol çək. Qiyməti neçə maşınımızın? Qiyməti 58. 5800-ə deyirsiniz. Hə, 5500 verən olsa verərik. hansı rayona gəlsin? Hansı rayondasınız? Ağcabədi. Uğurlar arzu edirəm qardaşım.